Növbəti sualların izahına keçirik. Burada iqtisadi rayonların fərqli və oxşar cəhətini müəyyən etməyimizi istəyir. Quba Xaçmaz iqtisadi rayonu və Lənkəran-Astara iqtisadi rayonunu istəyir. İlk öncə başlayaq. Deyir ki, birincidə tərəvətçilik üzrə ixtisaslaşıb. Əgər tərəvətçilik üzrə deyirsə, hər ikisində də tərəvətçilik var. Hansı ki, birində Lənkəran-Astara iqtisadi rayonunda faraş tərəvətçilikdir, tez yetişən. Quba Xaçmazda isə soyuq olduğuna görə orada gec yetişən tərəvətçilikdir. Ona görə də hər ikisinə tərəvətçilik götürürük. Ortaq cəhət kimi bir götürəcəyik burada. Tumlu meyvəçilik deyəndə Qubanın almaları kimi yadınızda saxlayın bunu. Tumları var. Bunu veririk Quba Xaçmaz iqtisadi rayonuna. Çayçılıq bilirsiniz ki, Lənkəran-Astara zonasındadır. Neft hasilatı bilirsiniz ki, Lənkəran vilayətində qətiyyən yoxdur, amma Quba Xaçmaz iqtisadi rayonunda o ərazilərdə yerləşir, var. Hansı ki, Siyəzən zonasında geniş yayılıbdır. Bunu da veririk Quba Xaçmaz iqtisadi rayonuna. Deməli, 2 ilə 4'ü verdik Quba Xaçmaz iqtisadi rayonuna. O zaman C, B, D variantları çıxdı. Xarici ölkə ilə həmsərhəddir. Quba Xaçmazın da xarici Rusiya ölkəsi ilə sərhəddi var. Lənkəran iqtisadi rayonunda İranla sərhəddi var. Buna görə bunu da oxşar cəhət götürürük. 1 ilə 5 oxşar cəhətdir. Zaten variantımız buradan çıxır ki, A variantıdır. Quba Xaçmaz iqtisadi rayonuna aiddir tumlu meyvəçilik və neft hasilatı. Sonra Lənkəran iqtisadi coğrafi rayonundan aiddir çayçılıqdır və bir də yalnız bir iqtisadi rayonla həmsərhəddir. Bu da belə deyək ki, Şirvan, Səlyan iqtisadi rayonundan sərhəddi var. Və sonra isə götürürük buradan ortaq cəhət kimi, deməli, ortaq cəhət kimi tərəvətçiliyi dedik. Bir də xarici ölkə ilə həmsərhəddini dedik. Cavabımız A variantı olur. Növbəti 33-cü suala baxırıq. İqtisadi rayonlar veribdir. Mərkəzi Aran, Şəki-Zaqatala, Quba Xaçmaz, Dağlıq Şirvan. Deməli, əlvan metallurgiya xammalına geniş yay və qış otlaqlarına malikdir. Yəni, əlvan metallurgiyası da çoxdur, yay və qış otlaqları da malikdir. Metallurgiya varsa, deməli, həmin ərazidə filiz mənşəli faydalı qazıntı var. Geniş yay və qış otlaqları deyirsə, həmin ərazinin bir hissəsi hündür dağlıq ərazilər, bir hissəsi isə, belə deyək ki, düzənliklər və ya çökəklik ərazilər hesab olunur. Mərkəzi Aranı çıxacağıq. Quba Xaçmazda əlvan metallurgiya yoxdur, Dağlıq Şirvanda da yoxdur. Bu yalnız Şəki-Zaqataladadır, hansı ki Filitçay polimetal yatağı var idi ki, əlvan metallurgiyadır. Bu Şəki-Zaqataladadır. Və həm də Şəki-Zaqatala iqtisadi coğrafi rayonunun bir hissəsi düşür Baş Qafqaz silsiləsinə, bir hissəsi də Qanqayırçaya düşür. Ona görə də biz bunu həm yay, həm də qış otlağı kimi götürəcəyik. 2'ye 1 variantını veririk. 2'ye 1, 2 dənə variant da var. C və B variantında. Sonra növbəti dəniz sahilə ərazilər okean səviyyəsindən aşağıda yerləşir. Bunlardan hansının dənizə çıxışı var? Əlbəttə ki, Quba Xaçmazın çıxışı var. Ona görə deməli 3'ə də 2'ni veririk. Deməli verdik 2'yə 1'i, 2'yə 1'i verdik, 2'yə 1'i. Aha. Sonra 3'ə də verdik 2'ni. Sonra davam edirik. Əkinçilik yalnız suvarma şəraitində. Bu yalnız mərkəzə Arana aid ki, 1'ə də 3'ü verəcəyik. 1'ə 3, 2'yə 1, 3'ə 2'ni, 4'ə də 4'ü veririk. Dağlıq Şirvanda belə deyək ki, dəmiyə əkinçiliyi geniş yayılıbdır və həm də ki, etnik tərkibinə görə yekcinsdir. Bunu yadda saxlayırıq. C variantı uyğun gəlir.